İnsanlar adətən ilk baxışda xarici görünüşləri ilə bizdə müəyyən təəssüratlar yaradırlar. Xüsusilə də əks cinslər bir-birlərinin görünüşündə ən xırda detallara belə fikir verməyə çalışırlar. Biz də Kişar saytı olaraq şəhər sakinlərinə qarşı cinsin xarici görünüşünə ilk nəyə diqqət edirsiniz sualı ilə müraciət etdik. Geyiminə, bir də yaraşığına. İlk fikir verirəm, məsəl üçün də saçlarına fikir verərəm, gözlərinə. Onun danışığına, belə. Bir qadının ilk dəfə görəndə xarici görünüşündə geyim stilinə fikir verirəm. Yəni belə gözəl sayılış dillərdə stilli geyimini birinci baxaram. Sonra ki üzünə, yəni ki özünə baxımlılığına baxaram. Kişidə ilk öncə üzünə fikir verirəm. Amma məncə birinci qəlbinə fikir vermək daha yaxşı olardı. Çünki nəfsimiz bizim zəif olduğuna görə ilk öncə xarici görünüşə dəyər veririk. Amma yəni qəlbinə, mənəvi gözəlliyini daha birinci duymaq daha yaxşı olardı. Xarici görünüşünə əsas üzdə məsələn önəmli rol daşıyır. Xarici görünüşdən də saçlardır, geyimdir yəni. Biraz da bəlkə gözlər. Mən gözlərinə, sevdiyim oğlanın gözlərinə ilk görmüşdüm, xoşuma gəlmişdi. Sadəlik, əsas sadəlik olsun. Öncə xarici görkəm, çünki insana ilk dəfə xoş təsir bağışlayan xarici görkəmdir. Bir məsələ var, insanın görünüşünə görə qarşılayıb, danışığına görə yola salmaq. Məncə birinci görünüş. Mən əsas onun gözlərinə fikir verərdim. Mən qarşı cinsin birinci növbədə fiqurasına, bədən fiqurasına baxıram, ondan sonra qaş göz.